Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 8-ci sinif fizika dərsliyindən olan qazların təzyiqi mövzusu ilə tanış olacağıq. Gəlin başlayaq. Qaz olduğu qaba və ya təmasda olduğu cisimlərə necə təzyiq göstərir? Bu zaman ağırlıq qüvvəsi təzyiqin yaranmasında nə kimi rol oynayır? Təzyiqi ölçmək mümkündürmü? Biz bu suallara bu dərsimizdə cavab tapacağıq. İlk öncə gəlin başlayaq qazlar haqqında məlumat toplamağa. Demək, qazlar, atom və molekullar bərk cisimlərə nəzərən seyrək yerləşir. Yəni siz onu bu şəkildə də görə bilərsiniz. Biz müqayisə etsək bərk cisimlərə nəzərən görərik ki, atom molekullar arasında müəyyən boşluqlar vardır. Qazda atom və molekullar bərk cisimlərə nəzərən daha sürətlidir. Bərk cisimləri nisbətən yavaşdır. Qazda atom və molekullar qarma-qarışıq, yəni xaotik hərəkət edir. Qazda olan zərrəciklərin bir-birlərinə və yerləşdiyi qabın divarlarına göstərdiyi təsir qazın təzyiqi adlanır. Yəni, əgər biz hər hansı bir qabın içərisinə qaz doldursaq, bu zaman onun tərkibində olan zərrəciklər başlayacaqlar bir-birlərinə qarşı təsir göstərməyə. Həmçinin qabın divarlarına müəyyən təsirlər göstərəcək. Bu zaman yaranan təsir nəticəsində qazın təzyiqi meydana çıxacaq. Qazların təzyiqini avtomobilin təkərində, hava təzyiqi şəklində müşahidə etmək olar. Yəni biz gündəlik həyatda bunu müşahidə edirik ki, avtomobil təkərini doldurarkən bu zaman orada olan hava təzyiqi qazın təzyiqi kimi götürülə bilər. Qazın təzyiqi manometr adlanan cihazla ölçülür. Yəni bu cihaz vasitəsilə biz qazların təzyiqini ölçə bilirik. Manometrin hissələri sizdə verilib, yəni şəkildə görə bilərsiniz. Yəni biz geniş şəkildə manometri, bu adətən mayeli manometr geniş istifadə olunur və bu manometr sayəsində biz qazların təzyiqini müəyyənləşdirə bilərik. Həmçinin bu şəkildə də siz manometri görə bilirsiniz. Manometr iki qaz arasında təzyiqlər fərqini müəyyənləşdirir. Birinci halda hər iki tərəfdə atmosfer təzyiqi bərabər olduğundan, mayelərin səviyyələri də bərabər olacaq. Görürsünüz, yəqin ki, mayələrin səviyyələri eynidir. İkinci halda təzyiqlər fərqi olduğundan, mayələrin səviyyələri də fərqli olacaq. Yəni, burada təzyiq fərqlidir. Yəni, fərqli qazlardan ibarətdir. Qazın təzyiqi nədən asılıdır? Qazın təzyiqi qaz zərrəciklərinin sayından asılıdır. Yəni, nə qədər çox zərrəcik qabın içərisində olarsa, bu zaman qaz təzyiq daha böyük təzyiq göstərəcək. Buradan belə nəticəyə gəlirik ki, qazın zərrəciklərinin sayı artdıqca təzyiq də artır. Yəni, qazın zərrəciklərinin sayı artanda onların bir-birinə və qabın divarlarına göstərdiyi təzyiq artır. Bu zaman əgər biz bunu qrafik şəkildə göstərsə, düz mütənasibli qrafik çəkməliyik. Təzyiq P hərfinə işarə olunur, say isə N hərfinə işarə edirdik. Ona görə də təzyiqin saydan asılılıq qrafiki bu şəkildə olacaq. Qazın təzyiqi ikinci halda temperaturdan asılıdır. Yəni, temperatur artdıqca qazın təzyiqi də artır. Yəni, biz temperaturu artıranda hiss edirik ki, başlayır qaz molekulları sürətlənməyə və onlar bir-birlərinə qarşı və qabın divarlarına qarşı daha böyük təzyiq göstərməyə başlayırlar. Yəni, buradan belə nəticəyə gəlirik ki, qazın təzyiqi temperaturla düz mütənasibdir. Düz mütənasibliyin qrafiki yenə də koordinat başlanğıcından keçən düz xətt formasını göstərmək olar. Burada P təzyiqdir, T də temperaturdur. Həmçinin qazın təzyiqi qabın yerləşdiyi həcmindən də asılıdır. Yəni, qabın həcmi nə qədər çox olarsa, bu zaman qaz az təzyiq göstərir. Amma qabın həcmini azaltdıqca şəkildə də görürsünüz, təzyiqlər daha çox sürətlənir. Çünki artıq həmin zərrəciklər sıxlaşırlar və bir-birlərinə və qabın divarlarına böyük təsir göstərməyə başlayırlar. Yenə dediyimiz kimi təzyiq həcmdən tərs mütənasib asılıdır. Yəni, həcm artdıqca təzyiq azalır, həcm azaldıqca təzyiq isə artır. Yəni, qazın yerləşdiyi qabın həcmi azaldıqca zərrəciklər daha sıx yerləşir. Bu zaman onların bir-birinə və qabın divarlarına göstərdiyi təzyiq artır. Bu zaman təzyiqlə deyə bilərik həcm tərs mütənasibdir. Yəni, qrafiki isə bu şəkildə olacaq hiperbola formasında. Burada P təzyiqdir, V də həcmdir. Qazın təzyiqi qazın sıxlığından asılıdır. Yəni, nə qədər çox sıx olarsa, qaz bu zaman o qədər çox böyük təzyiq göstərir.
Lakin qazın sıxlığı azaldıqca, daha yəni yer daha geniş olduqca, bu zaman qazda təzyiq azalır, daha aşağı təzyiq göstərir. Onda belə nəticəyə gələ bilərik ki, qazın təzyiqi onun sıxlığı ilə düz mütənasibdir. Yəni, qaz zərrəcikləri daha sıx yerləşdiyi zaman bir-birlərinə və qabın divarlarına daha çox təzyiq göstərirlər. Əgər biz deyiriksə, qazın təzyiqi sıxlığına düz mütənasibdir, bu zaman düz xətt formasında çəkməliyik qrafiki. Burada P təzyiqdir, burada sıxlıqdır. Qazın təzyiqi təbii ki, növündən də asılıdır. Çünki hər bir qazın özünə məxsus zərrəciklərinin yerləşmə xüsusiyyəti vardır. Yəni, hər bir qazda zərrəciklərin sürəti, hərəkəti fərqlidir. Həmçinin onların müəyyən bir qabda yerləşmə forması, yəni yerləşən zaman hərəkəti də fərqli olur. Və biz burada müxtəlif qazların siz şəklini görürsünüz və onlarda zərrəciklərin necə fərqli olduğunu görə bilirsiniz. Hər qazda zərrəciklərin sayı fərqlidir. Buna görə də təzyiq zərrəciklərin sayına düz mütənasib olaraq dəyişir. Qazın təzyiqi asılıdır kütləsindən. Kütlə artdıqca ümumiyyətlə burada qazın zərrəciklərinin sayı da artır. Sayı artdıqca yenə dediyimiz kimi təzyiq də artır, təzyiq çoxalır. Qazın kütləsi artdıqca qaz molekullarının sayı artır. Bu da onların sıx yerləşməsinə və nəticədə bir-birlərinə daha çox təzyiq göstərməsinə gətirib çıxarır. Biz burada qrafiki çəksək, təzyiqlə kütlə düz mütənasiblik qrafiki çəkməliyik. Gördüyünüz kimi qrafikdə qrafik koordinat başlanğıcından keçən düz xəttdir. Burada P təzyiqdir, M də kütlədir. Gəlin bəzi tapşırıqlara baxaq. Bizdən soruşulur ki, qaz isti halda yoxsa soyuq halda daha çox təzyiq göstərər. Biz bilirik ki, qazın təzyiqi temperaturla düz mütənasibdir. Ona görə də biz deyə bilərik ki, qazın temperaturu artdıqca təzyiq artır. Biz bunu bayaq 2 slaydda baxdıq. Temperatur artdıqca təzyiq artdığından onda deyə bilərik ki, isti halda daha böyük təzyiq mövcuddur. Keçək digər tapşırığa. Bir qədər əzilmiş tenis şarını isti suya saldıqda nə müşahidə olunur? Əgər biz həmin tenis şarını suya salsaq, bu zaman temperatur artdığından təzyiq də artacaq. Təzyiq artdığı zaman qaz zərrəcikləri bir-birlərlə böyük təsir göstərəcək. Həmçinin qabın divarlarına, yəni topun divarlarına da böyük təsir göstərəcək. Bu zaman təsir nəticəsində əzilmiş tenis şarı əvvəlki vəziyyətindən qayıdır. Nə üçün sıxılmış qaz xüsusi balonlarda saxlanılır? Biz bilirik ki, sıxılmış qazda həcm az olur. Həcm az olanda biz bilirik ki, təzyiq daha böyük olur. Çünki dedik ki, təzyiqlə həcm tərs mütənasibdir. Yəni biz həcmi azaltdıqca təzyiq artır, həcmi artırdıqca təzyiq azalır. Bizdə də sıxılmış qaz deyəndə burada həcmin azalması nəzərdə tutulur. Həmçinin sıxılmış deyəndə sıxlıq da azdır. Həcmi azaltdıqca biz görə bilərik ki, həcmi azaltdıqca təzyiq artır. Təzyiq artdığı zaman o xüsusi balonlarda ona görə saxlanılır ki, orada təzyiq böyük olduğu zaman müəyyən partlayış gətirib çıxardar nəticəsində həmçinin balondan sızdıra bilər. Ona görə də bunlar adətən metal balonlarda saxlanılır ki, orada təzyiq nəticəsində sızma baş verməsin, partlanma hadisəsi baş verməsin. Keçək digər tapşırığa. Nə üçün avtomobil təkərlərini normadan artıq hava ilə doldurmaq olmaz? Təbii ki, çox hava ilə doldursaq, bu zaman qazın zərrəciklərinin sayı artır, təzyiq artır. Təzyiq artdıqca biz həmçinin bizim həcmimiz təzyiq artır. Təzyiq artan zaman əslində burada bunun həcmi azalır. Çünki eyni həcmdə molekulların sayı artır, təzyiq artır. Təzyiq artan zaman qazın zərrəciklərinin bir-birinə qarşılıqlı təsiri də artır. Qazın zərrəciklərinin qabın divarlarına, yəni təkərlərə göstərdiyi təsir artır, təzyiq də artır. Buna görə də çox doldurmaq lazım deyil ki, burada partlama olmasın və onu nəzərdə almaq lazımdır ki, hər bir təkərin doldurma həddi vardır. Yəni o həddə qədər biz hava ilə doldura bilərik. Demək, biz bu dərsimizdə sizinlə qazın təzyiqi anlayışı ilə tanış olduq, bəzi tapşırıqlara baxdıq. Və siz öyrəndiniz ki, qazın təzyiqi bir sıra kəmiyyətlərdən asılıdır. Yəni biz bu dərsdə öyrəndik ki, qazın təzyiqi dedikdə qazda olan zərrəciklərin bir-birinə, həmçinin qabın divarlarına göstərdiyi təsir nəzərdə tutulur.
Qazın təzyiqi manometr adlanan cihazla ölçür. Qazın təzyiqi asılıdır zərrəciklərin sayından düz mütənasib. Qazın temperaturundan düz mütənasib. Qabın həcmindən tərs mütənasib asılıdır. Qazın sıxlığından düz mütənasib asılıdır. Bir də qazın növündən asılıdır. Qazın növündə də hər bir növünə məxsus olaraq təzyiq fərqli qiymətlərə malikdir. Həmçinin bu dərsə aid biz sizinlə bəzi tapşırıqlara baxdıq. Bu tapşırıqlarla öyrəndik ki, biz qazın digər kəmiyyətlərlə hansı əlaqə mövcuddur. Yəni düz və tərs mütənasib əlaqəsini daha geniş formada öyrəndik. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.